Burada Ebu Hüreyra'nın hədisini zikr etmək istəyərdim. Məşhur, səhih bir hədis və ən çox insanlara təsir edən, onları lərzəyə gətirən hədislərdən biridir. Allah Nəbisi sallallahu aleyhi ve sellem qiyamət saatını bizə vəsf edir. Və ahirətdə 3 sinif insanın cəhənnəmin ilk cəhənnəmə atılan kəslər sırasında olmasını bizə xəbər verir. Yəni, sual çıxa bilər bu hədisdən çıxan faydaya görə. Cəhənnəmə ilk atılan insanlar kimdir? Və yaxud ilk cəhənnəm kimlər ilə alışdırılacaq? Cavab Əbu Hüreyrə hədisində. Cəhənnəmə ilk atılan insanlar alim, Quran hafizi, yalın billah, nəsəllallahu afiyyə və sələmə, mücahid, nəsəllallahu afiyyə və sələmə və munfiq və Allah yolunda ona ilə gəlirdi, təbii ki, malını xərcləyən. İbn-i Qeym burada gözəl bir fayda gətirir. Deyir, niyə görə cəhənnəm bunlarla yanmır, alışdırılır əsla. Cəhənnəm bunlarla alışdırılır və cəhənnəmə ilk atılan insanlar bunlardır. Çünki bunlar yalancıdırlar. Və necə ki, İbn-i Qeym deyir, rahiməhullah, insanların ən əfsəl, ən xeyirləri peyğəmbərlər olduğu kimi və sonra da onlardan sonra onların yolunda olanlar və onlara oxşayanlar olduğu kimi və kim peyğəmbərə təşbih eləmək istəyərsə, özünü oxşadarsa, bənzədərsə, nə olur? Ən məlun insan olur. Aydın necə? Və təbii ki, peyğəmbərlik iddiasında olmaq nə boyda cinayətdirsə, İbn-i Qeym deyir, eləcə də bu ən əfsəl insanlara da özlərini oxşayan da ən böyük canilər olurlar. Nəticədə nə olur? Layiq olurlar ki, cəhənnəm ateşi onlarla alışsın, onlarla qalansın. İyalın billah. Və hədis haqqında müxtəsər məlumat. Allah Subhanahu Teala qulunu hesaba çəkir və ona neymətini ərz edir və o neyməti tanıyır və sonra soruşulur. Neynədin bu neymətlə? Deyəcək ki, ey Rəbbim, sənin üçün elm öyrəndim və öyrətdim və Qur'anı oxudum. Allah Subhanahu Teala deyəcək ki, yalan danışdın. Mələklər də təsdiq edəcək ki, yalan danışdın. Öyrəndin ki, desinlər alimdir. Oxudun ki, desinlər qariun, qaridir. Artıq dünyada ikən bu deyildi sənə. Və sonra o, üzü üstə ateşə atılar. Və sonra digər bir insan gələr. O da Allah Taala'nın neyməti ona ərz olunar və neyməti tanıyar. Soruşulanda neynədin? Deyər ki, sənin yolunda cihad etdim. Və şək yoxdur, qardaşlar, fikir verin. Sadalanan insanlar, əgər xalis olsaydılar, əməlləri xalis olsaydı, ən əfsəl insanlardır. Və bu əməllər ən əfsəl əməllərdir. Al-itlaq, şək yoxdur. Ən əfsəl insanlardır. Ancaq bunlar neynədilər? Bunlar libas-ı zur geyindilər. Olmadığı kimi görsəndilər. Və nəticədə Allah Subhanahu Teala həmin mücahidə deyəcək ki, xeyr, sən yalan danışdın. Döyüşürdün ki, desinlər necə cömərtdir, necə qorxmazdır. Qardaşlar, niyyət mühüm rol oynayır. Niyyət mühüm rol oynayır. Sonra gətirilir, munfiq fi səbilillah, Allah yolunda, bütün xeyir qapıları ona açıldığı zaman, bütün xeyir qapılarında malını xərcləyən, soruşlar, neynədin? Deyər ki, Allahümmə, elə bir qapı yoxdur ki, xeyir qapısı, orada sənin üçün malından xərcləmədim. Bütün xeyir qapılarında sənin üçün malından xərclədim, sənin üçün. Və Allah Teala neyməti ona ərz edər, neymətini tanıyar və sonra Rəbbi onu təksib etdirər və deyər ki, yalan dedin. Və mələklər təsdiq edər, yalan dedin. Sən xərclədin ki, desinlər, cəvadun kərimun. Kərimsən, səxavətlisən. Kərimsən, səxavətlisən. Və mömin bu hədisi bildi. Və neynir? Artıq nəticə götürür və özünə mühasibəyə çəkir. Necə Ömər ibn Xattab deyir ki, əl-kiyyüsü məndən nəfsə. Zəki olan, müvəffəq olan, ağıllı olan o kəsdir ki, özünü hesaba çəkir. Özünü hesaba çəkir. Və mömin bu şeylərdə özünü hesaba çəkir. Və baxır, görür ki, elədiyi əməllər onun lehinə olacaq, ya əleyhinə olacaq.
Və təbii ki, şeytan da işləyir. Şeytan daima, qardaşlar, qəlbə müdaxilə eləyər. Daima qəlbə müdaxilə eləyər, ta ki, niyyəti pozsun. Hələ ki, niyyəti pozdu və niyyət artıq fasiddirsə, ondan sonra o əməllə heç bir faydası yoxdur, nə qədər şişsə. Buna görə görərsiniz ki, xalis olan əməl nəfsə ağır gəlir, hətta az olsa. Və xalis olmayan əməl çox hasan gəlir, hətta çətin əməl olsa. Məsələn, baxarsan, görərsən ki, insan çox hasanlıqla həcc edir. Halbuki, tab gətirməyən insandır. Əgər xalis olsa, ona bir çətin gələcək nəfsinə və o nəfsi ilə mücahidə edəcək. Həmçinin Allah yolunda malını xərcləyən insan.